Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf TV-də tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Qoşulmama hərəkatına üzv olan dövlətlərin səhiyyə nazirləri onlayn iclas keçirib. Baxaq görək bu müzakirələrdə hansı mövzular gündəmdə olub. Uqanda Respublikasının sədrliyi ilə qoşulmama hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin video konferans formatında görüşü keçirilib. Onlayn görüş Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyası ərəfəsində qoşulmama hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həlli yollarının müzakirəsinə həsr olunub. İştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Ghebreyesus beynəlxalq konferansın işinə uğurlar arzulayıb. Uqandanın Səhiyyə naziri xanım Jane Rudd bu ilki toplantının əsas məqsədinin qoşulmama hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərinin epidemiyaların yaratdığı qlobal təhlükə ilə bağlı təcrübə mübadiləsi aparmaqla birgə tədbirlərin gücləndirilməsinə imkan yaratmaq olduğunu vurğulayıb. Onlayn iclasda çıxış edən Azərbaycanın Səhiyyə naziri bildirib ki, 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsi, eləcə də keyfiyyətli səhiyyə xidmətləri, təhlükəsiz, effektiv və uyğun qiymətə dərman vasitələri, vaksinlər, diaqnostika və tibbi texnologiyalarla təmin olunması üçün əsas amildir. Qoşulmama hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın hərəkata 4 illik uğurlu sədrliyini yüksək qiymətləndirib. Prezident İlham Əliyeva minnətdarlığını bildiriblər. Pandemiyanın ən çətin dövründə Azərbaycan nəinki sədrlik vəzifəsini səmərəli yerinə yetirdiyi, həm də hərəkatın fəaliyyətini xeyli aktivləşdirilməsi xüsusilə vurğulanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xatirinizdədirsə, quş qripi ilə bağlı monitorinqə başlayıb ilin əvvəlindən etibarən və baxaq görək ilk monitorinq hesablamalarında cavablar necədir, ölkəmizdə bu virus aşkarlanıbmı? Quş qripi xəstəliyinə qarşı cari ilin 7-11 aprel tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su bataqlıq, dəniz sahili zonalar və digər ərazilərini əhatə etməklə su anbarları və çay sahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib. 62 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə 40 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 400 baş, habelə 21 rayonunun 243 ailə təsərrüfatından ümumilikdə müxtəlif növ 742 baş ev quşundan laborator müayinələr üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsəd yönlü maarifləndirmə təbliğat tədbirləri həyata keçirilib. Aparılmış müayinələrin ümumi təhlili zamanı quş qripi xəstəliyinin törədici və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Bütöv bir kənd karantinə alınıb. Səbəb isə dünyada nadir olan bir infeksiyanın kəndlilər arasında yayılmağıdır. Detalları izləyək, hadisə Türkiyədə baş verib. Yeni infeksiya növü aşkarlanıb. Bursanın Yenişəhər rayonunun Tabakhane kəndində şap infeksiyası aşkarlanıb. Bu səbəbdən kənd karantinə alınıb və kənddəki heyvan bazarı bir ay müddətinə bağlanılıb. Məlumata görə kənddəki iri və kiçik buynuzlu heyvanların peyvəndləməsi və dezinfeksiya işləri aparılacaq. Bundan əlavə kəndə heyvanların giriş-çıxışı qadağan edilib. Qeyd edək ki, şap yüksək yoluxma riskinə malik, ağız və dırnaq bölgələrində yaralar, yüksək hərarət və ağız suyunun normadan artıq ifraz olunması ilə müşahidə edilən xəstəlikdir. Xüsusi kəşf olunan ana yastıqçaları var və bunun sayəsində analar öz bədənlərindəki dərmanların süddə nə qədər olmağını ölçə biləcəklər. Cavabları isə telefona gələcək. Maraqlı, innovativ xəbərdir, mütləq izləyin.
Ana südü yastığı dərmanların səviyyəsini izləyəcək. Ana südündəki asetaminofenin səviyyəsini ölçən innovativ döş yastığı hazırlanıb. Bu inkişaf bir irəliləyişdir. Çünki asetaminofenin, yəni parasetamolun həddindən artıq dozası körpələrdə kəskin qaraciyər çaşmazlığının ümumi səbəbidir. Asetaminofen tez-tez doğuş zamanı qadınlara təyin edilir və südə keçir. Ümumiyyətlə onun konsentrasiyası təhlükəsiz hesab olunur. Lakin yüksək dozada uşaqlar üçün müəyyən narahatlıq olmasın deyə analar südlərini yoxlamalıdırlar. Bu isə xüsusilə ucqar ərazilərdə hər kəs üçün əl çatan deyil. Bir dəfəlik istifadə olunan yastıqda südün LIG elektrod sensoruna axıdılması üçün mikrokanallar var. Sensor asetaminofenin səviyyəsini təhlil edir və məlumatları real vaxt rejimində ananın smartfonuna olan proqrama ötürür. Saç tükü qədər nazik neyroimplant artıq başdan ayağa bizi çipləsələr də görünməyəcək. Çünki o qədər xırda formada insanın bütün orqanları tənzimləyə biləcək, daxilində olan məlumatları ötürə biləcək neyroimplantlar yaradıblar ki, bu isə ən sonuncu, ən yenisi və ən nazikidir. Baxaq. Çox funksiyalı neyroimplant hazırlanıb. Massachusetts Texnologiya İnstitutunun məzunları çox funksiyalı neyroimplant hazırlayaraq nevroloji xəstəliklərin müalicəsində inqilabi yanaşma təqdim edir. Neurobionics-in inkişaf etdirdiyi neyroimplant insan saçının qalınlığında olan elastik liflərdən ibarətdir. Bu liflər beynin müəyyən bölgələrini stimullaşdırmaqla yanaşı, neyron aktivliyini oxumaq, dərmanları çatdırmaq, gen terapiyası həyata keçirmək və optogenetik müdaxilələr aparmaq kimi bir çox funksiyanı yerinə yetirə bilir. Yeni texnologiya Parkinson, Alzheimer, onurğa beyni zədələri kimi xəstəliklərin müalicəsində istifadə oluna bilər. Layihə $5 milyon investisiya cəlb edib və yaxın gələcəkdə siçanlar üzərində test ediləcək. Uğurlu nəticələr əldə olunarsa, insanlarda da klinik sınaqlara başlanılacaq. Bir çox pəhrizlərin tərkibində kəsmik var. Alimlər də oturub düşünüb ki, bu kəsmikdə nə var ki, bütün pəhrizlər məhz kəsmiyi öz tərkibində mütləq istəyir. Cavablar isə doğrudan da heyrət edicidir. Kəsmik yenidən sosial mediada, fitness platformalarında və kliniki pəhriz təlimatlarında diqqət mərkəzindədir. Kəsmik qida ilə zəngin, yüksək proteinli qidadır və arıqlama məqsədləri ilə yanaşı uyğunlaşır. Xüsusən də tam qidalar, kaloriya nəzarət edilən pəhriz ilə birləşdirilikdə. Kəsmik istehlakı toxluğu təmin edir, arıq əzələ kütləsinin saxlanmasını dəstəkləyir və davamlı çəki idarə etmək üçün vacib olan əlverişli metabolik profili təşviq edir deyə tədqiqat nəticələri bildirilib. Kəsmiyin faydalarını maksimuma çatdırmaq üçün o, lif və bütün qidalarla zəngin balanslaşdırılmış pəhrizin bir hissəsi kimi, həmçinin müntəzəm fiziki fəaliyyət və kifayət qədər yuxu daxil olmaqla daha geniş sağlam həyat tərzinə daxil edilməlidir. Alimlər kəsmiyə dad və daha çox fayda qatmaq üçün doğranmış göyərti, qara bibər və pomidor ilə qarışdırmaq, yumurta ilə istehlak etməyi tövsiyə edir. Kəsmiyə şirin sevənlər isə ona darçın, vanil ekstraktı və bir ovuc giləmeyvə qata bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.